Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı pendirli pidələr hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı droj, yəni maya, 1 xörək qaşığı un və üzərinə 1 stəkan otaq temperaturunda olan ilıq su. Yəni nə qaynar olmasın, nə də soyuq olmasın. Bunları belə qarışdırıram, qoyuram qırağa. Yəni droj mayalansın. Və 750 qram un, üzərinə 1 xörək qaşığı duz və 100 qram əridilmiş kərə yağı. 1 stəkan yenə də otaq temperaturunda olan ilıq su və bayaq hazırladığımız droj qarışımını bunları əlavə edib xəmiri yoğururam. Droj qarışımını hardasa 10 dəqiqə saxlamaq lazımdır. 10 dəqiqədən sonra xəmiri yoğurmağa başlaya bilərsiniz. Və axırda 3 xörək qaşığı duru yağ əlavə edib xəmiri belə yığışdırıram. Artıq un lazım deyil. Xəmiri qoyuram, 1-2 saat belə isti yerdə gəlsin. Sonra isə içliyi hazırlayıram. İçlik üçün bizə lazım olacaq 500 qram pendir, hansı pendirdən istəsəz əlavə edə bilərsiniz. Məndə duzlu pendirdir. Üzərinə isə bir dənə yumurtanı əlavə edib qarışdırdım. Sizdə şit pendirdirsə mütləq duz da əlavə edin. Artıq xəmirim gəldi. Belə çıxardıb biraz un səpirəm və xəmiri kündələrə bölürəm. Yenə də kündələrin böyüklüyünü, balacalığını siz özünüz də seçə bilərsiniz. Mən orta boyda kündələr hazırladım. Məndə hardasa 26 ədəd kündə alındı. Baxın, belə balaca kündələr eləyirəm. Və üzərinə təmiz dəsmalla örtüb saxlayıram 10 dəqiqə kündə özünə gəlsin. On dəqiqədən sonra götürüb belə kündəni yayıram. Əllə yaysaz daha rahatdır sizə. Və üzərinə bayaq hazırladığım içlikdən 1 xörək qaşığı qədər qoyub videoda gördüyünüz kimi bükürəm. Baxın, bütün kündələri belə hazırlayıram və yenə də üzərini dəsmalla örtüb qoyuram 15 dəqiqə özünə gəlsin. Və üzərinə yaxmaq üçün isə 1 yumurta və 3 xörək qaşığı süd və yaxud da su da ola bilər. Qarışdırıram və bir tərəfdə də susam ayırmışam. Belə batırıram birinci yumurtaya, sonra isə susamı. Əgər belə olanda susam sizə çox gələ bilərsə, belə adi yumurtanı yaxıb üzərinə də biraz susam səpə bilərsiniz. Və qoyursunuz 200 dərəcədə qızdırılmış sobada bişməyə. İndi qoymadan əvvəl belə üzərində cızıq atırsınız. Yəni tam dibə gələcək şəkildə kəsmirsiniz. Üstdən belə cızıq atıb ortasını açırsınız belə. Siz bunu belə qoya bilərsiniz bişməyə və hardasa bişənə yaxın üzərinə Holland pendirini səpə bilərsiniz. Mən qabaqcadan səpdim. Birinci tava biraz yaxşı çıxdı. Qalan tavallarda biraz Holland pendiri biraz çox qızarmışdı. Siz ən yaxşısı bu pidələr bişənə yaxın Holland pendirini üzərinə çıxardıb səpib tezdən 5-10 dəqiqə bişirə bilərsiniz. Baxın, belə bir pidələr alınır. Çox dadlı, yumuşaq, pendirli pidələrdir. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.